Hüseyn hərəkatı barəsində qeydlər. 1. Salehi Nəcəfabadi öz kitabının müqəddiməsində yazır. Kərbəla hadisəsi barədə iki növ nəzər yürüdülmüşdür. İfrat, yəni şişirtmə və təfrit, yəni kiçiltmə nəzərlər. Biri budur ki, Hüseyn qiyamı yetişməmiş bir inqilab, hesablanmamış bir üsyan və nəticəsiz bir çevriliş idi. Ümumi nizam-intizamı pozduğu üçün tərəf çarəsiz qalaraq ümumi intizamı qorumaq üçün qiyamı yatırmalı idi. Hər kəs İslam ümmətinin arasında təfriqə salmaq istəyə, onu qılınc gücünə susturun. Peyğəmbərin bu göstərişinə uyğun olaraq onu susturublar. İkinci dəfə deyir. Hüseyn ibn Əli onun özünə xas olan bir göstərişə əsasən özünü ölümə verdi və bu məsələnin sirrini heç kəs bilmirdi. Əvvəla birinci dəstənin sözünü qəbul etsək, Hüseyn inqilabı yetişməmiş və hesablanmamış hərəkət idi. Bu dəlil deyil və bizə əsas vermir ki, onu ümumi tarazılığı pozan bir kişi adlandırıb, onun müxaliflərinin əməlini təmizə çıxardıq. Çünki doğrudur, hökumət fəsad törədən olsa və qiyama imkan olmasa, insan qiyam etməməlidir. Lakin bu ona dəlalət etmir ki, kim qiyam edərsə, hakim rejimin onu öldürməsi doğrudur. İkinci məsələdə üçüncü cəhət də var. O cəhət bundan ibarətdir ki, İmam Hüseyn İslamın ümumi göstərişlərinə əsasən qiyam etmiş olsun. Belə qiyamlarda şəraitin nəticəsini qəti və 100% təmin etmək şərt deyil. Hər hansı bir nəticə ehtimalı olsa kifayətdir. Bundan əlavə qiyam fayda verməsəydi belə, onun İslama zərəri də toxunmazdı. Əksinə, cəmiyyəti səmərə və nəticəyə bir addım yaxınlaşdırardı. İmamın öz kəlamlarında da həmin şək hiss olunur. Dördüncü fərz budur ki, öldürüləcəyini bilə-bilə qiyam etdi. Lakin öldürülmədiyini bilməklə faydasız və nəticəsiz bir işə girişməsini bilmək fərqlidir. Çünki əgər məqsəd və nəticə yalnız rəhbərliyi ələ keçirməkdən ibarət olsa, bəli, hərəkat nəticəsiz qaldı. Amma əgər məqsəd Əməvi hökumətini laxlatmaq, onları İslamdan ayırmaq və əmr-bil-məruf və nəhy-əz-münkər ənənəsini diriltmək olarsa, öldürülmək səmərəsiz deyil. Əgər bu qiyamın ardınca başqa qiyamlar baş verməsəydi, İslam və Əməvilik elə bir-birinə qarışardı ki, onları ayırmaq qeyri-mümkün olardı. Bu zaman Əməvilərin süqutu ilə İslam da aradan gedərdi. İkinci, Hüseyn əleyhissalamın qiyamının səbəbləri barədə bəhs edərkən, bəzən söhbət imamın tərəfindən başlanır ki, onu hərəkətə gətirən nə idi? Bəzən də düşmən tərəfindən bəhs olunur ki, onları Hüseyn ibn Əliyə təzyiq göstərməyə vadar edən nə idi? Salehi 3 məsələni bu təzyiqin səbəbi kimi təqdim edir. A variantı. Beyyət almaqla hökuməti rəsmi birləşdirmək. İmamın beyyət etməsi Yezid üçün fövqəladə dəyərə malik idi və onun beyyət etməməsinin çoxlu ziyanları vardı. 20 illik bir diktator hökumətin süqut etmiş olduğu belə bir şəraitdə imamın beyyət etməməsi fövqəladə həyəcan yaradan və təsirli məsələ idi. B variantı. Təhqir və kiçiklikdən yaranan kin-küdurət. Bu, imamın başı gətirilərkən Yezidin dediyi sözlərdən bəlli olur. C variantı. Bəni Haşimlə Bəni Üməyyənin keçmiş münasibətlərindən yaranan qısqanclıq və intiqam hissi. Hindin ciyər yeməsi və tarix boyu Əbu Süfyanın müxtəlif hərəkətləri bu məsələyə sübutdur. Bədir müharibəsi Bəni Üməyyənin qəlbində bir çox kin-küdurətlər yaratdı. Dördüncü fərz və ya bu üç fərzi təsdiqləyən bir fərz də mövcuddur və o ərəblərin, xüsusilə Ziyad və İbn Ziyad kimilərin təbiətən sərt və qaniçən olmasıdır. Üçüncüsü, Muaviyyənin ölümündən sonra İmam Hüseynin vəziyyəti və cəmaatın ondan beyyət etmək üçün kömək istəməsi ilə Osmanın öldürülməsindən sonra Həzrəti Əmirin vəziyyəti və cəmaatın ondan beyyət üçün kömək istəməsi arasında müqayisə. Həmçinin bu cəmaatla o cəmaatın müqayisəsi. Dördüncüsü, Salihinin fikrincə ibtidai qiyamda məğlubiyyət ehtimalı müvəffəqiyyət ehtimalından gərək az olsun. Əks təqdirdə qiyam etmək düzgün deyil. Lakin müdafiə xarakterli qiyamda müvəffəqiyyət ehtimalı nə qədər az olsa da qiyam etmək düzgündür. O, əhəmiyyəti tamamilə ehtimal baxımından qeyd edir. Yəni, əgər güman çox olsa düzgündür, az olsa düzgün deyil.
Halbuki ümdə məsələ ehtimal üzərində qurulur. Bəzi məsələlər var ki, %90% müvəffəqiyyət ehtimalı olsa da, uduzmaq ehtimalı qarşısında ona girişmək düzgün deyil. Lakin elə məsələlər var ki, əgər müvəffəqiyyət ehtimalı son dərəcə az olsa, yenə də qiyam etmək düzgündür. 5-ci. Salihinin əqidəsi budur ki, imamın qiyamı hakim rejimin hücumu ilə başladı və 4 mərhələdən ibarət idi. A. Məkkəyə yola düşdüyü vaxtdan Məkkədə qalmaq qərarına gəlməsinə qədər. B. Kufəyə getməyə qərarı aldığı vaxtdan Hürr Riyahi ilə rastlaşana qədər. C variantı. Hürr ilə rastlaşandan döyüşün başlamasına qədər. D variantı. Döyüş. Bu 4 mərhələdən 1-ci, 3-cü və 4-cü mərhələ müdafiə, 2-ci mərhələ isə yarım müdafiə, yarı hücum və ibtidai xarakter daşıyıb. 6-cı. Ağay Salihi öz kitabının 64-cü səhifəsində əlyazma nüsxəsində iddia edir ki, imamdan beyyət tələb etməzdən qabaq imamın müxalifət etmək fikri yox idi. Əgər ondan belə bir şeyi tələb etməsəydilər, o əsla qiyam etməyəcəkdi. O, Muaviyyənin zamanında da qiyam etmədi. Rical-i Kəşşidə və Əl-İmamət və Siyasət kitabında bir məktub nəql olunur və imam həmin məktubun sonunda yazmışdır. Muaviyyə ilə Yezidin hakimiyyəti arasında heç bir fərq yoxdur. Cavab budur ki, əvvəla qiyam üçün şərait baxımından bu hökumətlər arasında fərq var idi. O fərq bundan ibarət idi ki, Muaviyyənin hakimiyyətinin əksinə olaraq Yezidin hakimiyyəti gənc və təcrübəsiz idi. Onun qarşısında susmaq yaltaqlıq hesab olunardı. Eyni zamanda real baxımından da fərq mövcud idi. Muaviyyənin hökuməti dinsiz də olsa ağıllı bir hökumət idi. Lakin Yezidin hökuməti Muaviyyənin hökumətindən daha çox xaçpərəstlərin təsiri altında idi. İkinci məsələ onun özü öz kitabının 36-cı səhifəsində Məqtəli Xarəzmi kitabına istinad edərək yazdığı sözə uyğun gəlmir. Orada imamın belə buyurduğu vurğulanır. İslam ümməti Yezid kimi rəhbərə düçar olubsa, İslamın Fatihəsini oxumaq lazımdır. Bu sözdən məlum olur ki, imam Yezidi Muaviyyədən fərqli hesab edilmiş. 7-ci. 67-ci səhifədə Məqtəli Xarəzmidən nəql edir ki, İmam Məhəmməd ibn Hənəfiyyə ilə müzakirələrdə buyurdu. Əgər dünyada heç bir sığınacaq yeri olmasa belə, mən yenə Yezid ibn Muaviyyəyə beyət etməyəcəyəm. Bu cümlə imamın beyət etmərəm barədə qəti qərarını təsdiq edir və bu Salihinin dediyi imam sonda beyət etməyə razı idi sözü ilə ziddiyyət təşkil edir. 8-ci. 70-ci səhifədə imamın Mədinədən Məkkəyə hərəkət etməsini Peyğəmbər-i Əkrəmin Məkkədən məxfi surətdə Mədinəyə mühacirət etməsi ilə müqayisə edir. 9-cu. Salihinin kitabında 2 məsələ daha çox gözə dəyir. Biri budur ki, mümkün olan həddə qədər qan tökülməsinə yol vermək olmaz və əmin-amanlıq qorunmalıdır. İkincisi isə budur ki, müvəffəqiyyət yalnız hökumətin dərhal dəyişilməsinə və rəhbərliyin ələ alınmasına bağlıdır. 10-cu. 76-cı səhifədə Məqtəli Xarəzminin 76-cı səhifəsindən nəql edir ki, İmam İbn Abbasın cavabında buyurdu. Ey Abbasın oğlu, Allah Rəsulunun qız nəvəsini vətənindən, yurdundan, evindən, qərargahından, doğulduğu yerdən, Peyğəmbərin hərəmindən, qəbrinin qonşuluğundan, məscidindən və hicrət etdiyi yerdən qovan, heç bir yeri və sığınacaq vətəni olmadığı halda onu qorxu və vəhşət içində buraxan xalq barədə fikrin nədir? Bu hərəkətlə onu öldürüb qanını tökmək istəyirlər. 11-ci. 79-cu səhifə Tarix-i Yaqubi, cild 2, səhifə 235-dən nəql edir ki, İbn Abbas Yezidin ona İbn Zübeyrə beyət etmədiyi üçün təşəkkür məktubuna cavab olaraq yazdı. Hər şeyi unutsam da bunu unutmayacağam ki, sən Hüseyn İbn Əlini Rəsulullahın hərəmindən Allahın hərəminə qovdun və onu terror etmək üçün adamlar göndərdin. Onu Allahın hərəmindən Kufəyə tərəf hərəkət etməyə vadar etdin. Bu məktub Tureyhidən nəql olunan məşhur tarixi hadisənin təsdiqidir. Tureyhi yazır ki, imamı terror etmək üçün 30 nəfər Məkkəyə ezam olunmuşdu. Eyni zamanda məktub da bunu təsdiq edir ki, imam Kufə əhalisinə etibar etməsə də, onlara tərəf hərəkət etməkdən və sözlərinə məhəl qoymaqdan başqa çarəsi yox idi.
Həmçinin Müfidin irşadından nəql edir ki, İmam şair Fərəzdəqin cavabında deyir: "Əgər tələsməsəydim, tutulacaqdım." Şeyx Müfid deyir: Məkkədə tutulub Yezid bin Muaviyyəyə göndərilməsindən çəkinərək həcci bitirmədi. Məqdəli Xarəzmi cild 1, səhifə 226-ya isnadən İmam Əbu Hüzzə Əzdinin cavabında buyurur: Bənüməyyə malımı aldı, dözdüm. Abrıma toxundu, dözdüm. Nəhayət qanımı istədi, qaçdım. Ağay Salihi deyir: Bunlar imamın Küfəyə hökumət təşkil etməyə getdiyini göstərir. Lakin fikrimizcə bunlar beyyətdən kəskin şəkildə imtina etməyə və Məkkədə əmin-amanlığın olmamasını göstərir. 12-ci. İmam hakimiyyəti ələ almaq istəyirdi. Müslümin vasitəsilə göndərdiyi məktubunda yazdı: And olsun canıma, rəhbər yalnız Qurana əməl edən, ədaləti bərpa etməyə çalışan və haqq dində olan şəxsdir. Hür və onunla gələnlər qarşısında oxuduğu xutbədə buyurdu: Biz Əhl-i Beyt hakimiyyətə bu yalançı iddiaçılardan və sizin aranızda zülm və ədalətlə rəftar edənlərdən daha çox layiqik. Zübeyr ibn Əl-Qeyn də Aşura günü dediyi xutbədə Əməvilərin ləyaqətsizliyindən və Hüseynin ləyaqətindən söz açdı. 13-cü. Ağay Salihinin fikrincə, Hür ilə görüşdükdən sonra imamın vəzifəsi və planı dəyişdi. Bu mərhələdə imamın bütün səyi öz canını qorumaq və sülhün bərpa olunması idi. Ona görə də onlara dedi: Əgər bu işi etmirsinizsə, mənim gəlməyimdən qəzəblənmişsinizsə, o zaman haradan gəlmişəmsə, oraya da qayıdaram. Burada bir neçə sual var. İlkin fərz budur ki, imamın canı Məkkədə də, Küfədəki kimi təhlükəsiz deyildi. İkincisi, əgər imam beyyət etsəydi, yəni Hürrün vasitəsilə İbn Ziyada beyyət etsəydi, yenə də onlar imamla toqquşacaqdılarmı, yoxsa azad buraxacaqdılar? Ya uzaq başı onu Yezidin yanına aparacaqdılar? Salihinin fikrincə, imam sülh tərəfdarı olduğu halda, belə çətin şəraitdə nə üçün sülh xatirinə beyyət etmədi? Eyni ilə həmin məsələ imamın Ömər ibn Sədə verdiyi cavabda da var. Təbəri, Müfidin İrşad və Əl-Əxbarut Tival kitablarında nəql olunur ki, imam belə buyurdu: Amma əgər məni istəmirsinizsə, mən geri qayıdaram. Və bir də imamın Aşura xutbəsindəki cümləsi: Ey cəmaat, indi ki məni istəmirsiniz, o zaman buraxın, yer üzündəki sığınacağıma qayıdın. İmamın bu cümlədə müraciət etdiyi tərəf zahirən Yezidin hakimiyyət nümayəndələri deyil, yalnız Küfə cəmatıdır. 88-ci səhifədə Zəxairul Uqbanın 149-cu səhifəsindən İbn Saxir tarixinin 4-cü cildinin 334-cü səhifəsindən və Siyarun Nubalanın 209-cu səhifəsindən nəql edir ki, imam onlara belə buyurdu: Rəsulullahın müşriklərdən qəbul etdiyini məndən qəbul etmirsinizmi? Əgər onlardan biri sülh üçün qanad açdıqda Həzrət qəbul edərdi. Dedilər, xeyr. Bu cümlə ağlabatan deyil. Xüsusilə bunu nəzərə alaq ki, əgər qanad açsalar, cümləsinin sülh mənasında olması məlum deyil. Zahirdə təslim olmaq mənasını daşıyır. İmamın dediklərindən isə belə çıxır ki, o əsla və heç vaxt təslim olmaq fikrində olmamışdır. 14-cü. 93-cü səhifədə Təbərinin sözünü qəbul edir ki, doğrudan da imam 3 təklif irəli sürdü. A variantı: Hicaza qayıtmaq. B variantı: Sərhəd bölgələrinin birinə köçmək. C variantı: Yezid ilə görüşmək. 15-ci. Salihi Seyyid Mürtəzanın Tənzihul Ənbiya və Şeyx Tusinin Təlxisus Şafi kitabında nəql etdiklərinə əsaslanaraq iddia edir ki, A variantı: İmam Küfədə cəryan edən hadisələrdən, İraqdakı qüvvələrin məğlubiyyətindən və Hicaza qayıtmağın qeyri-mümkün olduğundan xəbərdar olduqdan sonra Yezid ilə görüşməyə meyilli idi. B. Yezid ilə görüşmək məsələsini sülh yolu ilə həll etməyə ümid verirdi. Lakin Salihi bunun beyyətlə ya beyyətsiz olduğunu izah etmir. Birinci cəhəti imam, ikinci cəhəti isə Yezid qəbul etmirdi. C. Yezid imama qarşı İbn Ziyaddan daha mülayim idi. Əsl həqiqətdə o, imamın öldürülməsini istəmirdi və imamın qətlinə dair sərəncam verməmişdi. D. İmam yəqin bilirdi ki, əgər İbn Ziyada təslim olsa, zəlilcəsinə öldürüləcək. Bütün bunların nəticəsi budur ki,
İmamın heç bir çıxış və qaçış yolu yox idi. Kufə hadisələrini eşitməzdən əvvəl qələbəyə ümidi var idi. Özü də bu ümid çox idi. Bu hadisələrdən sonra Hicaza getməyə razı oldu. Qoymadılar. Yezdin yanına getməyə razı oldu. Yenə qoymadılar. Odur ki, öldürülməkdən başqa yolu yox idi. Ya zəlliliklə İbn Ziyadın əli ilə öldürülmək idi, ya da qeyri-zəlliliklə ölməli idi. O, qeyri-zəlli yolu seçdi. Lakin Müslim İbn Ziyadın aman zəmanətinə aldandı və zəlliliklə öldürüldü. Buna əsasən imam üçün heç bir şən, məqam və qəhrəmanlıq qalmır. Salehi yazır: Əgər imama Şama getməyə icazə versəydilər, gedərdi, beyyət edərdi və bu beyyətin heç bir ziyanı yox idi. İmam o zaman beyyət etmir ki, xilafəti Yezdin əlindən ala biləcəyini güman edirdi. Amma elə ki gördü bacarmayacaq, beyyət etməyə hazır idi. O iddia edir ki, İmam Səccac sonralar Müslim ibn Əqəbənin vasitəsilə Yezdə beyyət etdi. Bu 5-ci və 7-ci sayda nəql etdiyimiz ziddiyyəti təşkil edir. 16-cı. Kufə böyüklərinin İmam Hüseyni yazdığı məktubun məzmunu belədir. Tərcüməsi ötən səhifələrdə verildi. Bu məktubu Təbəri, Ət-İmamatu və Siyasət, Kamili İbn Əsir, İrşad-ı Mufid, Məqdəli Xarəzmi və başqaları qeyd etmişlər. Həmin məktubun məzmunu bu idi ki, Süleyman ibn Surət, Həbib ibn Müzəhhər və digər görkəmli şəxsiyyətləri hərəkətə gətirdi. Və elə bu məzmun İmam Hüseynin hərəkatının amili sayıla bilər və elə belə də olmuşdur. İmamın öz səhabələri və Zuh Hüsəmdə Hürrün qoşununun qarşısında söylədiyi nitq bu mənanı təsdiq edir. 17. Salehi Əl-Əxbarut Tival səhifə 210-dan və İrşad-ı Müfid səhifə 182-dən nəql edir ki, Küfəlilərin ilk məktubu Ramazan ayının 10-da imama yetişdi. Yəni imam Məkkəyə daxil olduqdan təxminən bir ay sonra. 18. Salehi yazır: Müslim Ramazan ayının 15-də Küfəyə yola düşdü və Şəvval ayında Küfəyə daxil oldu. Bir ay 7 gün araşdırma apardı və Zilqədənin 12-sində imama məktub göndərdi. Qaydaya əsasən Müslimin məktubu 14 gündən sonra, yəni Zilqədənin 27-ci günü imama çatmışdır. İmam Zilhiccənin 8-də hərəkət etmişdirmi? Sual.